Qeyd etmək istərdim ki, 40 yaşdan sonra adətən insanlarda əzələ toxumasının və sümük toxumasının zəifləməsi müşahidə olunmağa başlayır. Əgər onurğa kanalında, onurğa beyin və yaxud da sinirlər kobud şəkildə sıxılırsa, gələcəkdə həmin xəstələrə daha böyük implant əməliyyatına və daha böyük bir ağırlaşma riski ola bilən əməliyyatlar icra olunması mümkündür. Mən Bəhruz Eyvazov, baş beyin və onurğa cərrahiyəm. Bugün çox təəssüflər olsun ki, cavanlarda daha çox rastlaşdığımız problemdən danışmaq istəyirəm. Bu, onurğa kanalının boyun nahiyəsində daralmasıdır, yəni servikal spinal stenozdan danışmaq istəyirəm. Bu nə deməkdir? Onurğa beyni bildiyimiz kimi onurğa kanalının içərisində yerləşir. Onurğa kanalının diametrinin kiçilməsi onurğa kanalının stenozuna gətirib çıxara bilir. Bunun səbəbləri bir neçədir. Belə ki, disk yırtığını və disk qabarması ilə və yaxud da sümük və bağ aparatında olan qalınlaşmalar hesabına və yaxud da anadan gəlmə onurğa kanalının daralması kiçik bir patologiya bəhs edir ki, həmin nahiyədə onurğa beyin kobud şəkildə sıxılsın. Qeyd etmək istərdim ki, 40 yaşdan sonra adətən insanlarda əzələ toxumasının və sümük toxumasının zəifləməsi müşahidə olunmağa başlayır ki, bundan sonra da biz daha çox 40 yaşdan sonra servikal stenozla rastlaşmağa başlayırıq. Servikal stenozun əlamətləri əsasən qollarda olan ağrılar, ayaqlarda olan zəiflik, yerimə məsafəsinin azalması, ayaqlarda ağırlıq hissi, boyun nahiyəsində ağrıların olması, ümumiyyətlə bədəndə olan bir ağırlıq hissinin olmasıdır ki, bu da çox zaman yorğunluq hissi ilə xəstələr qarışdırırlar. Qeyd edirlər ki, doktor, mən bütün günü yorğun hiss edirəm özümü. Lakin bu xəstələrin əlamətlərini incələdikdə görürük ki, bu xəstələrdə onurğa kanalının daralması əlamətləri var. Bunun bilməkdən ötəri mütləq qaydada boyun nahiyəsinin MRT müayinəsi olunmalıdır. MRT müayinəsi ən informativ müayinə metodudur. Bundan başqa isə sümük toxumalarında olan problemləri daha dəqiq bilməkdən ötəri KT müayinəsi də oluna bilər. Həmin nahiyədə qeyri-stabilliyin olub-olmadığını bilməkdən ötəri boyun nahiyəsinin funksional rentgen müayinəsi də icra olunması tövsiyə olunan müayinə metodlarındandır. Müalicəsi isə ilkin olaraq konservativ fizioterapevtik müalicə metodları seçilir. Boyun nahiyəsinə əzələlərini gücləndirmək seçilir. Qığırdaq strukturların bərpası seçilir. Əgər onurğa kanalında, onurğa beyin və yaxud da sinirlər kobud şəkildə sıxılırsa və artıq müayinələr zamanı MRT müayinəsində onurğa beyində siqnal dəyişikliyi varsa, cərrahi müalicə seçilə bilir. Cərrahi müalicə də seçilərkən müxtəlif müalicə metodları var. Burada onurğa sütununu stabilizasiya etməklə seçilən müalicə üsulları var və yaxud da implant qoymadan icra edilən müalicə metodları ola bilər. Bunu təyin etməkdən ötəri qeyd etdiyim onurğada əgər qeyri-stabillik yoxdursa, kiçik bir həmin sıxılma nahiyəsini dekompressiyanı icra etməklə də cərrahi icra etmək bəzən kifayət edir bizə. Qeyd edim ki, uzun segment implant qoyulmaq onurğa sütunun boyun nahiyəsinə gələcəkdə daha çox problemlərin yaranmasına səbəb ola bilir ki, buna biz qonşu segment simptomları deyirik. Bu zaman gələcəkdə həmin xəstələrə daha böyük implant əməliyyatına və daha böyük bir ağırlaşma riski ola bilən əməliyyatlar icra olunması mümkündür. Bu səbəbdən də hər bir boyun nahiyəsində onurğa kanalının stenozunun cərrahi əməliyyat olunmaqdan öncə mütləq dəqiq araşdırmaq tövsiyə olunur. Müayinə metodları doğru seçilməlidir. Müayinə metodlarından sonra isə həmin müayinələr əsasında doğru, düzgün cərrahi əməliyyat seçilməlidir ki, gələcəkdə onurğa yaşlandıqca bizə əlavə problemlər çıxartmasın. Servikal stenozlardan yayınmaqdan ötəri mütləq qaydada onurğamızı dəstəkləyən əzələləri gücləndirmək lazımdır. Onurğaya düşən yüklənməni azaltmaq lazımdır. Əgər bunları edərsinizsə, təbii ki, sağlam bir onurğaya sahib ola bilərsiniz. Düşünürəm, servikal stenoz haqqında qısaca olaraq məlumat çatdıra bildim. Hər hansı bir sualınız varsa, şərhlərə yazıb və şərhlərdə mövzumuzu davam elətdirə bilərik. Ən sonda isə kanalımıza abunə olmağı unutmayın. Təşəkkürlər.